Salam dəyərli həmvətənlər, kanalıma xoş gəlmisiniz. Bugün sizə Türkiyədə təhsil xərcləri, yaşayış xərcləri bununla bağlı video çəkmək istədim. İlk öncə bunu deyə bilərəm ki, Türkiyədə bir tələbənin ödəyəcəyi xərclər iki əsas hissədən ibarətdir. Təhsil xərci, yəni universitetin ödənişi, bir də yaşayış xərcləri. Təhsil xərcləri, ilk öncə bunu demək istəyirəm ki, Azərbaycandakı kimi deyil. Məsəl üçün, Azərbaycanda siz hər hansı bir universiteti qazandığınız vaxt, universitetə qəbul olursunuz, tutaq ki, 1500 manat və bu təhsil haqqı 4 il ərzində dəyişmir. Yəni, ən azından mən oxuduğum müddətdə elə idi, indi də elə bilirəm ki, elədir. Dəyişibsə rəylərə yaza bilərsiniz. Yəni, dəyişmir. Amma Türkiyədə belə deyil. Türkiyədə hər dönəm, məsəl üçün, sentyabrda oxumağa başladınız, dekabr ayında, sentyabrda ödədiniz, tutaq ki, 1000 manat. Dekabr dərslər bitdi, imtahanlar, ikinci semestr başlayır, yenə 1000 manat ödəyirsiniz, yayda dərslər bitir. Sentyabr ayına gəldiyiniz vaxt qiymətlər qalxır. Məsəl üçün, 1500 manat olur və yaxud 2000 manat olur. Yenə eyni şəkildə bir il ərzində, yəni 2 semestr bir təhsil dönəmini ifadə edir. 2 dönəm ərzində eyni pulu ödəyirsiniz. Bir sonraki ildə təhsil ilinə keçdiyiniz vaxt bu qiymət qalxır. Bu belə gedir yəni. Türkiyədə bunun belə olduğunu sizə ilk başdan demək istəyirəm. Əvvəlki illərdə təhsil haqqı o qədər yüksək deyildi. Xüsusən 2017-ci ildə şəxsən mən 80 manat semestr ödənişi eləyirdim. İllik 160 manat pul eləyirdi. Yəni, amma hal-hazırda bəlkə də ora 1000 neçə manatdır. Yəni, baxdığınızda yenə də düzdür, Azərbaycandakı təhsil haqlarından ucuzdur. Amma bunu da yaddan çıxartmayın ki, az əvvəl də dedim, yəni hər kurs o qiymət, yəni inflyasiyaya görə artır yəni. Siz 2000 manatdan təhsil ödənişinə başladığınız universiteti bəlkə də 3000 manatdan bitirəcəksiniz, yəni hər dönəm. Ona görə bu barədə çox diqqətli olmaq lazımdır. İkinci ən böyük xərc isə təbii ki, yaşayış xərcləridir. Bunu demək istəyirəm ki, həm yataqxana, həm də ev, bu iki versiyadan birisini seçə bilər tələbə. Hərəsinin özünün avantajları və dezavantajları var. Bununla bağlı da ayrı video çəkəcəm, amma hal-hazırda sadəcə ümumi bir video çəkirəm. Onu bilin ki, yataqxanada qalmaq, yəni təbii ki, xərclərimizi önəmli dərəcədə azaldacaq. Amma tək başına ev tutmaq önəmli ölçüdə qiymətləri artıracaq. Yəni, sadəcə sizə belə bir örnək verim. 2017-ci ildə mən təhsil aldığım müddətdə 2 otaqlı ev 600-700 TL idi. İndi hal-hazırda eyni ev 18.000 TL idi. Yəni 18.000 TL təxmini 760-840 manat, 20.000 TL arasında dəyişir. Yəni Türkiyədə ev tutmaq ümumiyyətcə biraz çətin məsələdir. Nə barədə çətindir? Ev tapmaq çətin deyil. Yəni cibində pulu olan insan üçün Türkiyədə ev tapmaq problemsizdir. Sadəcə, yəni mən tələbələrə xitab elədiyimə görə bu vəziyyətin çətinliyindən bəhs eləyirəm. Ev tutarkən yenə iki versiya çıxır qabağınıza. Ya evi özünüz axtarıb tapacaqsınız, yəni küçə-küçə dolaşacaqsınız, internetə baxacaqsınız. Orada ev sahibinin özünün elan verdiyi elanlara müraciət eləyərək ev tuta bilərsiniz. Burada bunun bir avantajı var sizə. O avantajdan indi bəhs edək. Ümumiyyətcə, Türkiyədə ev tutarkən ilk başda cibinizdən çıxacaq pul, məsəl üçün, ev 20.000 TL-yə evi tuturuqsa, ilk öncə ilk ayın kirasını ödəyirik 20.000 TL, ev sahibinə depozit ödəyirik. Bu depozit məsələsi sizə maraqlı gələ bilər, çünki Azərbaycanda belə bir şey yoxdur, amma Türkiyədə uzun illərdir bu var. Çünki burada mütləq kira kontratı bağlanır. Azərbaycanda da hal-hazırda bu qanun var, amma pratikdə çox riayət olunmur. Yəni, nədir bu depozit? Məsəl üçün, siz 20.000 TL verirsiniz, bir 20.000 TL də depozit verirsiniz. Bunu ona görə verirsiniz ki, tutaq ki, siz evdə qaldığınız müddətdə, bir il ərzində o evdə nəyisə sındırdınız, nəyisə qırdınız və yaxud evə nəyisə zərər verdiniz, başa düşürsünüz. Bu bir növ ev sahibinin qarantisidir ki, o bilir ki, evdən çıxanda gəlib yoxlayacaq. Əgər ki, evdə hər hansı bir problem yoxdursa, o sizin 20.000 TL-nizi sizə verəcək. Yox, əgər siz
Məsəl üçün qazı, işığı, suyu pulu ödəməmisiniz və yaxud evə çox ziyan vermisinizsə, o pulu oradan 20.000 TL-dən düşüb, qalan pulunuzu sizə verəcək. Bu bir növ ev sahibini qorumaq üçün həyata keçirilən bir prosesdir ki, məncə çox gözəl bir şeydir. Kaş ki, Azərbaycanda da olsa. Amma bayaq da sizə dedim, yəni evi iki yolla tapa bilirsiniz. Ya özünüz tapacaqsınız, ya da bir maklerə gedəcəksiniz. Makler türkçədə əmlakçıdır. Yəni əmlakçıya gedirsiniz, əmlakçı da sizdən Azərbaycanda qiymətlər bilmirəm necədir. Yəni maklerlər %20, %30 pul alır, amma Türkiyədə %100 alırlar. Evi tutursunuz 20.000-ə, depozit 20.000, 20.000-də əmlakçıya pul verirsiniz ki, o evi sizin üçün tapır. Başa düşürsünüz? Toplam sizin cibinizdən ilk başda çıxan pul 60.000 TL. Yəni 2.520 manata yaxın pul eləyir təxmini. Ancaq ev sahibindən şəxsən özünüz tutsaz, buradakı maklerə ödəyəcəyiniz 20.000 TL-ni ödəmirsiniz. Amma bunun üçün də müəyyən bir şərtlər var. Şərtlər nədir? Tutaq ki, siz yay ayında universitetə qəbul olmusunuz. Qeydiyyat tutaq ki, avqustun 20-sidir. Gəlirsiniz avqustun 20-si qeydiyyat eləyirsiniz. Bu biraz sizə dezavantaja salır. Nəyə görə? Çünki siz ora gələnə kimi başqa qəbul olanlar gəlirlər, ucuz evləri tuturlar, sahibindən evləri tuturlar. Sizə ancaq qalır ya maklerdən tutmaq, ya da çox bahalı evlər qalır. Yəni ona görə mənim sizə məsləhətim odur ki, universitetə qəbul oldunuz. Yəni sırf qeydiyyat vaxtını gözləməyin. Gəlin Türkiyəyə, evinizi tutun, işinizi rahat həll eləyin. Ondan sonra gedin qeydiyyatınızı da universitetdə eləyin yəni. Və yaxud universitetdə qeydiyyat eləməyi son günə saxlamayın. İlk başlarda gəlin, mütləq o evi erkən vaxtda tutun. Yəni yoxsa digər şəkildə qiymətlər də şişir. Artıq misal üçün siz sentyabrda gəlib ev tutmaq istəyəndə qiymətlər şişəcək. Fevralın ortaları gəlib ev tutmaq istəyəndə qiymətlər şişəcək. Amma xüsusən iyulda gəlib ev tutsaz, yəni burada artıq bir çox tələbə də məzun olmuş olur, evlər boşalmış olur və siz rahat bir şəkildə ev tapa biləcəksiniz. Bu həmçinin qış semestrində aiddir. Qışda da tələbələr məzun olur, gedir. Siz artıq yanvarın sonu, fevralın ilk 1-2 günündə rahat şəkildə ev tapa bilərsiniz. Ancaq belə bir məsələ də var ki, Türkiyədə qiymətlər böyük şəhərlərdə daha yüksəkdir. Nisbətən kiçik şəhərlərdə daha azdır. Amma bunu mən sizə məsləhət görürəm ki, yəni mümkün qədər böyük şəhərlərə getməyiniz, daha böyük universitetlərə getməyiniz sizin üçün daha önəmlidir. Məsəl üçün siz əgər Anadoluda hər hansı bir universitetə getsəz, düzdür, orada bəlkə bir 5.000 TL ucuz ev tapacaqsınız. Bəlkə müəyyən qədər avtobusa ucuz minəcəksiniz və s. olacaq. Ancaq orada iş tapmaq avantajını ümumiyyətlə itirmiş olursunuz. Yəni çünki orada iş də tapsaz, qiymətlər çox ucuz olur. Yəni sizə İstanbulda, İzmirdə, Ankarada ödənən pul orada ödənmir yəni. Yəni bunu demək istəyirəm ki, bəzən o 3-5 min TL-yə görə, yəni böyük şəhəri seçməyib, kiçik şəhərə gedib də çox peşman olanları görürəm. Çünki iş tapmaq istəyir, tapa bilmir və yaxud iş tapır, orada çox ucuz qiymətlərə, yəni kölə kimi işlədib pulunu verirlər ya vermirlər. Yəni bu tip məsələlər də var. Yəni onun xaricində yəni bu yaşayış xərclərinə yol xərci çox önəmli deyil. Çünki sizdə burada tələbə endirimi mövcuddur. Avtobusa misal üçün tələbə olmayanlar 30 TL-yə minirsə, tələbə olanlar 15 TL-yə minir və s. Yəni qida qiymətləri də o qədər yüksək deyil. Düzdür, əvvəlki illərə görə çox yüksəkdir. Məsələn, 2017-ci ildə 5 TL-yə toyuq alırdınsa, indi alırsan o toyuğu 120-125 TL-yə kilosunu. Yəni o vaxt dönər, yəni ən bəsit örnəklərdən verirəm. Yəni tələbələrə xitab elədiyimə görə o vaxt dönər alınırdı 1 TL-yə, 2 TL-yə, indi 150-200 TL-yədir. Yəni ona demək istəyirəm ki, Türkiyədə artıq o qiymət avantajını Türkiyə müəyyən qədər, hətta çox itirib. Çünki insanlar fikirləşirlər. Türkiyəyə gedib bu qədər pul tökməkdənsə, eyni pulu töküb daha yaxşı universitetlərdə, Avropa universitetlərində oxuyaram və yaxud daha çox fərqli bir ölkə görmüş ola bilərəm. Ona görə Türkiyə müəyyən qədər avantajını itirib. Mən çox uzatmaq istəmirəm. Suallarınız olsa mütləq şəkildə yazın və mən sizə geri dönüş eləyəcəm.
Videonu çox uzatmaq istəmirəm, amma bilirəm sual çoxdur. Amma siz yazın, mən sizə mütləq cavab verəcəm. Təşəkkür edirəm izlədiyinizə görə.